Bence bu adamı tanımalısınız. O bu dünyanın gördüğü en büyük xeyriyyəçidir. Jamsetji Tata bütün hayatı boyunca xeyriye işlerine indiki pulla 102 milyar dolar pul xərcləyib. Tata, Hindistan'ın en büyük holdinglerinden biri olan Tata Group'un kurucusudur. Hint sənayesinin atası, hatta modern Hindistan'ın kurucularından biri hesap edilir. Jamsetji Tata sıfırdan başlamayıp düzdür. Atasının pambıq firmasını öz ticari zekası ile dünyanın müxtəlif ölkələrinə daşıyıb yeni şirketler açıb. Hindistan'daki ilk demir polad zavodunu kurup hidroelektrik stansiya tikib və ən əsası sərvətinin böyük hissəsini təhsil və səhiyyenin inkişafı üçün xərcləyib. Tata inanırdı ki, ölkəsinin inkişafı üçün texnologiya və elm mütləqdir. O, 1898-ci ildə sərvətinin yarısını Nəhəng Araşdırma İnstitutunu qurmaq üçün xərcləyib. Bu adam 19-cu əsrdə yaşayıb və görün necə böyük bir vizyona sahib olub. Tata işçiləri üçün iş saatlarını azaldıb, onlar üçün pulsuz tibbi xidmət, sığorta, xüsusi təqaüdlər və analıq məzuniyyəti kimi imkanlar yaradıb. Adam bunu 150 il əvvəl edib. Bunlar həmin dövr üçün çox nadir görünən sosial hüquqlardır. Hazırda Tata Group'un dəyəri 300 milyard dollardan çoxdur. Holdingin tərkibində Jaguar Land Rover, Air India, Tata Steel kimi məşhur şirkətlər daxil olmaqla 100-dən çox şirkət var. Jamsetji Tata gördüğünüz kimi sadece bir imperiya qurmayıb. O bir milletin geleceğini inşa edib.